Salam hər kəsə, Doktor Digər, mən plastik rekonstruktiv estetik cərrahi uzmanı. Bugünkü vakamız maraqlı bir кейzidir. Günün ilk vakası. İlk vakası süd vəzinin daha öncə əməliyyat olmuş, əməliyyatdan sonra sallanması var idi. Birinci əməliyyatı çox gözəl və çox başarılı bir şəkildə keçən bir əməliyyat idi. Xanım təbii ki, əməliyyatdan sonra ana olub, süd verib, əmizdirib, kilo alıb, kilo verib. Onu qeyd edim ki, süd vəzləri dəyişə bilən orqandır. Çünki süd vəzindən, basıncı bağdan, bir də yağ toxumasından olduğu üçün süd vəzləri bəzi durumlarda dəyişə bilir. Bunlar nədir? Hamiləlikdir, əmizdirmə müddətidir, yaşa bağlıdır, genetik olaraq dəri yapısıdır, variatik əməliyyatlardır və bir də mövcud olan bəzi xəstəliklər var ki, bu xəstəliklərdə süd vəzinin strukturası dəyişə bilir. Bizim xəstəmiz daha öncələri süd vəzi kiçiltmə cərrahiyyəsi olmuşdu başqa bir mərkəzdə. Və təbii ki, xanım sonra ailə qurub, süd verib, uşaqlarını böyüdüb və illər öncə olan əməliyyatdan sonra bu fiziolojik olaraq dəyişiklik olub. Bizə gəldiyində sol tərəfdə süd vəzində eyni zamanda kitləsi də var idi. Bunu Ceyhan doktorla birlikdə bizim onkomolog birlikdə konsilium elədik və məlum oldu ki, o bölgədəki kitləsi, mövcud olan kitləsi haradasa xoş xəstəliyə oxşayır və oradan biopsiya olundu. İnvaziv radiolog tərəfindən biopsiya elədi bizim doktorumuz. Məlum oldu ki, xoş xəstəli kitlədir. Ceyhan doktor bu əməliyyatda ekibi ilə birlikdə o kitləni çıxartdı. Biz də hər iki tərəfin sallaq və eyni zamanda böyümüş, süd verməyə bağlı böyümüş süd vəzini təkrar toparlamasını gerçəkləşdirmiş olduq. Sağ süd vəzindən yaklaşık 467 qram, sol süd vəzindən də kitlə ilə birlikdə 460-464 qrama qədər çıxartmış olduq. Diqqətinizə görə sağ olun.